Salam dostlar, bu həftə sonu Florida Cassius Center'da UFC 314 gecəsi baş tutacaq. İstəyirəm main kartla sizi tanış edim və döyüşləri öncədən analiz edim. İlk öncə Dominic Reyes və Nikita Krylov döyüşü haqqında danışmaq istəyirəm. Dominic Reyes 2020-ci ildə Jon Jones məğlubiyyətindən sonra özünü bərpa etməsi çətin oldu. Çoxları bu döyüşdə qərarın yanlış olduğunu, qələbəyə Reyesin layiq olduğunu deyirdi. Reyesin özü belə bu məğlubiyyəti qəbul etmədi. Bəlkə də məğlubiyyəti qəbul etməməsinə görə növbəti döyüşlərə özünü verə bilmədi və 3 döyüşündə məğlubiyyətlə üzləşdi. O, Jon Jones döyüşü sonrası komandasında dəyişmişdi. Yeni komanda ilə 3 məğlubiyyətlə üzləşdikdən sonra yenidən öz komandasına qayıtdı. Daha sonra 2 illik fasilə verdi və 2024-cü ildə 2 döyüşə çıxdı. İlk döyüş Dustin Jacoby ilə idi və bu döyüşdə nokautla qalib gəldi. İkinci döyüş isə Anthony Smithə qarşı oldu və bu döyüşü ikinci raundda texniki nokautla bitirdi. Nikita Krylov isə UFC-dəki son 3 döyüşünü qazanıb. Bu qələbələr Alexander Gustafsson, Volkan Özdemir və Ryan Spann üzərində olub. Bir şey də qeyd edim ki, Dominic Reyes'in son məğlubiyyəti də Ryan Spann'a qarşı birinci raundda nokautla olub. Nikita Krylovun son məğlubiyyəti isə hazırki kəmər sahibi Magomed Ankalev tərəfindən idi. Bu döyüşdə Nikita pis təsir bağışlamasa da 3-cü raundun sonunda hakim qərarı ilə məğlub olmuşdu. Döyüşə gəlincə nəticəni təxmin etmək biraz çətindir. Əgər Dominic Reyes Jon Jones travmasını artıq geridə qoyubsa, bu döyüşdə qalib gələ bilər. Nikita da döyüşü qələbə ilə bitirmək istəyəcək. Ona görə də çox maraqlı bir döyüş görəcək. İstəyərdim ki, Dominic Reyes qazansın və yenidən kəmər döyüşü şansı əldə etsin. Bu döyüş barəsində təxminim Reyesin qazanmasıdır. Ümidvaram ki, o Jon Jones'u unudub fikrini bu döyüşə verə biləcək. İkinci döyüş Ray Rodriguez və Patricio Pitbull arasındadır. Pitbull UFC-dəki ilk döyüşünə çıxacaq. O, UFC Bellator təşkilatından gəlib və Bellator əfsanəsidir. Pitbullun 37 yaşı var. Ray Rodriguez isə son 2 döyüşündə məğlub olub. Bu məğlubiyyətlər Brian Ortega və Alexander Volkanovski tərəfindən idi. Məncə bu döyüşdə Ray Rodriguez son məğlubiyyətlərini unutturmaq istəyəcək və qələbə qazanacaq. Üçüncü döyüş Cin Silva və Bruce Mitchell arasında baş tutacaq. Cin Silva'nın 28 yaşı var və 17-nin 2-yə qələbə seriyasına sahibdir. Son 12 döyüşündə də qələbə qazanıb. Həm də nokaut güclü idmançıdır. 15 qələbəsinin 12-sini nokaut və ya texniki nokautla qazanıb. Silva'nın son qələbəsi Melsik Bağdasaryan üzərində idi. Bu çox möhtəşəm qələbə idi. Bruce Mitchell isə 17-nin 2-yə qələbə seriyasına malikdir. O məğlubiyyətləri də İlya Topuria və John Emmett tərəfindən olub. Qeyd edək ki, İlya və Josh həm də nokaut etməyi sevən idmançılardır. Təxminim Cin Silva'nın son 12 məğlubiyyətsizlik seriyasını 13-ünü də əlavə edəcək və döyüşü qazanacaqdır. Gələk gecənin ikinci əsas döyüşünə. Bu döyüş Paddy Pimblett və Michael Chandler arasında baş tutacaq. Paddy Pimblett 8 döyüşdür ki, məğlub olmur. Yaşı da cavandır. 30 yaşı var. Ən ciddi döyüşləri isə son 2 döyüşüdür. Bu döyüşlər Tony Ferguson və King Clin'ə qarşı olub. Paddy Pimblett qoca Tony'yə 3 raundun sonunda hakimlərin qərarı ilə qalib gəldi. King Clin'i isə Triangle Choke ilə məğlub etdi. Michael Chandler isə son 5 döyüşünün 4-ünü məğlub olub. Özü də artıq veterandır. Bu məğlubiyyətlər 2 dəfə Charles Oliveira, Dustin Poirier və Justin Gage'ə qarşı olub. Chandler fikrimcə güclü, amma bir o qədər də ağırsız idmançıdır. Qalib gələcəyi döyüşü uzacağı döyüşü də udan biridir. Buna baxmayaraq hələ də populyarlığını saxlayır və yaxşı da pul qazanır. Döyüşə gəldiksə isə daha az risk edən Paddy Pimblett'in qazanacağını düşünürəm. Əgər ehtiyatlı döyüşərsə qalib gələcək. Gecənin əsas döyüşü isə Diego Lopez və Alexander Volkanovski arasında baş tutacaq. Qeyd edim ki, bu döyüş featherweight çəki dərəcəsində kəmər döyüşüdür. Kəmərin əvvəlki sahibi İlya Topuria idi. O, kəməri buraxıb lightweight çəki dərəcəsində döyüşmək istədi. Ona görə də kəməri boşa buraxdı. İlya kəməri Alexander Volkanovski'dən almışdı. Volkanovski özünü bu çəkidə sübut edən illərlə çempionluğunu qoruyan döyüşçüdür. O, 4 döyüşün üçündə məğlub olub. 2 məğlubiyyət yuxarı çəki lightweight kəməri üçün. Biri isə Topuria məğlubiyyətidir. Diego Lopez isə Movsar Evloev məğlubiyyətindən sonra məğlub olmur. Son qələbəsi isə Brian Ortega üzərində olub. Lopez həm yerdə, həm ayaqda döyüşməyə bacarır. Amma ayaqda döyüş bacarığının Volkanovski qədər olduğunu düşünmürəm. Lopezin Dustin Poirier kimi qəribə vərdişi var. Dustin ayağını tez-tez şortuna aparır. Lopez isə boğazına. Bu vərdişindən Volkanovski yaxşı istifadə edə bilər. Volkanovski ayaqda çox texnik döyüşür. Çənəsini boşu-boşuna rəqibə vermir. Həm də güləş müdafiəsi yaxşıdır. Lopezin isə günü-gündən artan bir populyarlığı var və o bunun üçün hər şey edir. Kəməri alıcıdır və daha cavandır. Kəməri isə Volkanovski'dən daha çox istəyir. Döyüşü təxmin etmək çətindir. Məğlubiyyətlə üzləşən idmançıların geri dönüşü biraz çətin olur. Volkanovski necə qayıdacağını sabah oktaqonda görəcəyik. Onun döyüş üslubu hamıya bəllidir. Bir şey də qeyd edim ki, Alexander Volkanovski'nin həyat hekayəsi barədə hazırladığım videoya Dəmir Yumruq səhifəsində baxa bilərsiniz. Döyüşün nəticəsi Lopezin hansı formada döyüşməyi seçəcəyindən asılıdır. Əgər Lopez ayaqda döyüşməyi seçsə, bu onun üçün problem ola bilər. Əgər Lopez Alexander'ı yerə apara bilsə və üstünlük qursa kəməri götürə biləcək. Düşünürəm ki, Volkanovski 5 raundluq döyüşlərə daha hazırdır. O nəfəsini raundlara bölməyi də yaxşı bacarır. Əgər submission olmazsa, bu döyüşü qazana bilər. Həbibin dediyi kimi bəzi döyüşçülər prime'ını bir dəfə yaşayır.
Volkanovski bu geri dönüş edə biləcək ya yox, bunu həftə sonu biləcəyik. UFC döyüşlərinin analizləri və döyüşçülərin həyat hekayələrini izləmək istəyirsinizsə, kanalıma abunə olun və videoları bəyənin ki, Azərbaycanda da belə YouTube kanalı olsun.